Hə. Əli zəhmət olmasa biraz tez ol, dərsimiz başlayır bala. O getdi orada oturub çay zat içir, özüm mən qınamayın yəni. Başlamışıq, ay Allah. Nədə şirindir bu uşaq. Deməli uşaqlar, əslində biz dərsə başlayarıq, amma başlamırıq ki, Əli müəllim gəlsin. Əli müəllim mənə su gətirəcək. Fərq eləmir, belə də elə də yəni. Hə, qalsın. Elza, necəsən? Yaxşı olasan, yaxşı. Su istəmirəm, nasıl sonra? Sən bunu hardan gətirdin Əli? Krantdan su içirəm mən. Allah'a qurban olum. Belə şagirdlərimiz də var. Göndərmişim ki, qaynar su gətir. Görürsən də eşkin. Mən səni göndərsəydim, amma sən qaynar su gətirərdin yəni. Elə deyil. Tefaldan süzdün. Tefaldan. Allah səni qorusun Əli. Əsas odur ki, bir işi yarıtdın da, yəni gec də olsa yarıtdın. Arada olur, amma səndə maalesef həmişə olur. Yaxşı uşaqlar, həmciz üzvlər nədir? Eyni suala cavab verir. Eyni vəzifəyə malik olub. Eyni cümlə üzvü olurlar. Biz təbii ki, hər dəfə necə? Kompüter zaryadka yığmır. Yığdır da, gör bu harda ilişib qalıbdır. Mən sənə inanıram, onu biraz o tərəfə həll eləsən, Allahın köməkliyindən. Gördünüz? Yox, yarıdır, yəni üstü. Hə, cümlə üzvlərini keçdiksə demək olar ki, arada bərədə həmciz üzvlərlə bağlı bir şeylər danışırdıq. Elə Aysel. Həmciz üzvlər bütün cümlə üzvlərin hamısına aid olur və eyni suala cavab verirlər. Həmçinin həmciz üzvlər eyni nitq hissəsindən ifadə olunduğu kimi müxtəlif nitq hissələrindən ifadə oluna bilər. Məsəl üçün biri isim, biri sifət ola bilər. Biri isim, biri feili sifət ola bilər. Həmçinin biri sadə, adi sözlə ifadə oluna bilər. Ləman, sabahın xeyir. Biri də söz birləşməsindən ifadə oluna bilər. Bunlar hamısı testlərdə qarşımıza çıxacaq nəzəri suallardır. Yəni yadınızda qalsın ki, oxuyanda da konspektdə görəcəksiniz. Hansı cümlə üzvləri dediyi həmciz ola bilir? Hamısı. Birinci başlayaq mübtədadan. Məsələn, necə olur mübtəda həmciz ola bilir? Deyirəm ki, eşqin, yəni özüm deyil və Məhəmməd yanaşı oturublar. Murad, neyniblər? Yanaşı oturublar. Kim yanaşı oturub? Eşqin, kim? Məhəmməd. Düzdür uşaqlar. Bax gördünüz həmçinin biz neynədik? Bunlara uyğun olan xəbəri cəmdə işlətdik. Çünki Eşqin və Məhəmməd 2 nəfərdirsə, bunlar əvəz olunan əvəzliklə onlar da ya əvəz olunacaq. Oldu mu İsmail? Həmcins nə oldu bunlar? Mübtəda oldu. Baxın, deyək ki, yanaşı da zərflidirsə, belə olmuş olacaq. Cümlə üzvlərinin təhlilində də bizə bu lazımdır. Mübtəda, zərflik, xəbər. Çünki bəzi hallarda uşaqlar həmciz mübtədaların hamısını bir dənə mübtəda kimi götürürlər. Bu məsələdə diqqətli olmaq lazımdır. Oldu mu? Məsələn, biri sadə, biri mürəkkəb ola bilər. Deyək ki, Eşqin və onun parta yoldaşı dərsə gəlməyiblər. Deyək ki. Bax, gördünüz mü artıq burada nə olmuş oldu? Mübtədanın biri sözlə, biri isə söz birləşməsi ilə ifadə olunmuş oldu. Anladıq mı? Ay, sağ ol. Həmçinin nə demişdik? Fərqli nitq hissələrinlə ifadə oluna bilərlər. Məsəl üçün, burada deyə bilərəmmi? Eşqin, Canay Eşqin və digər danışanlar cəzalandılar. Gördünüz mü artıq? Mübtədanın biri isimlə ifadə olundu, biri isə nə ilə ifadə olundu? Feili sifət tərkibi ilə ifadə olundu. Başa düşdünüz mü? Bax, bu məsələlərdə biraz diqqətli olmaq lazımıymış. Özdən onun bir zəhmət olması saxlayaq, keçib əziyyətdən. Anladıq mı burasını? Cəzalandılar kim? Filan kəslər. Bu deyək ki, mübtədanın həmcinsliyi. Burada gördük ki, mübtəda həmcins ola bilirmiş. Yaxşı, keçək ikinci nəyə?
Tamamlığın həmcinsliyinə. Deyək ki, tamamlıq yazdıq. Allah sizin köməyiniz olsun. O kimin telefonudur uşaqlar? Onun zəhmət olmasa dayandırın. O əslində hörmət əlaməti deyil. Qoymuş sonra, yəni onu qoymasaz bir yüngül varı xəbərdarlıq olması daha gözəl olar. Oxuyur belə qoyursunuz. Heç 3 dəqiqə, 2 dəqiqə keçmədən azanı yarımcıq saxlayırsınız. Bu da əslində hörmətsizlikdir. Yəni özünüzü dindar kimi göstərib amma hörmətsizlik edirsiniz bəzən. Əziz və hörmətli şagirdlər. Tamamlıq nədir? Buna gərək yoxdur. Bilirsiniz inşallah ki, tamamlığı. Həmcins tamamlıqlar. Məsələn deyirəm ki, hikməti və öz zanı fərqli yerlərdə əyləşdirdim. Kimi əyləşdirdim? Hikməti. Kimə əyləşdirdim? Öz zanı. Nə olacaq bunlar? Eyni suala cavab verəcəklər. Nə bildi ki, həmcinsdir? Çünki ikisi də eyni suala cavab verib, eyni funksiyanı daşıyıb, eyni xəbərlə əlaqələndirlər və onları nə bağlayır bir-birinə? Tabeçsizlik bağlayıcısı bağlayır. Demək ki, həmcins tamamlıqlardır. Amma nəyə diqqət eləməliyik biz? Deyirəm ki, kitabdan məlumat əldə etdim. Baxın, burada bəzən uşaqlar qarışdıra bilir. Əldə etdim. Nəyi? Məlumatı. Qeyri-müəyyən təsirlik, tamamlıq. Nədən? Kitabdan. Baxın, 2 dənə tamamlıq yanaşı gəlibdir. Amma bunların arasında vergül yoxdursa və bağlayıcı, ümumiyyətlə tabeçilik bağlayıcısı yoxdursa, bunlar həmcins sayıla bilməz. Çünki biri proqramda olmasa da vasitəli tamamlıqdır, biri vasitəsiz tamamlıqdır. Tamamilə fərqli suallara cavab verirlər. Bunları hətta qeyd edə bilərsiniz ki, qarşınıza çıxanda fırlanmayasınız. Deyirəm ki, onda oxumağa, işləməyə meyil yox idi. Yox idi nə? Meyil. Kimdə? Onda yox idi. Nəyə? Oxumağa, nəyə? İşləməyə. Həmcins tamamlıqlar nə ilə ifadə olundu? Məstərlə ifadə olundu. İndi burada neçə dənə həmcins tamamlıq olur? 2 dənə. Onda sözü ayrı bir formada xəbərlə əlaqələnir. Oxumağa və işləməyə isə ikisi də bir-birinə intonasiya ilə bağlanmış həmcins tamamlıqlardır. Məhəmmədsən əl üzvə su vurmalıydın, eləmi? Mən boş verdim, yaxşı. Oldu. Onu da mən bağışladım. Necə? Ay, sağ ol. Vergülə görə bilmək olur. Halal olsun sən. Sonra nə var? Sonra deyək ki, təyin var. Həmcins təyinlər. Məsəl üçün deyirəm ki, öz zan bütün dərslərin hamısını sənin üstündə qururam. Öz zan savadlı, mərd və cəsarətli oğlandır. Aha. Sənə indiyə qədər bu tərifi deyən olmuşdu Özcan. Bir çıxanda 5 manat verərsin. Oğlandır kim? Özcan. Bildik ki, Özcan oğlandır. Necə oğlandır? Cəsarətli, necə mərd, necə savadlı. Baxın, 3 dənə intonasiya və tabeçilik bağlayıcısından bağlanmış sözlər hamısı oğlandır ismi xəbərinə aid olmuş olur. Bir də uşaqlarda belə bir fikir formalaşır. Xəbərə aiddirsə zərflikdir. Xəbərə aiddirsə zərflikdir. Nə olubdur orada? Nədir problem? Hə, ora toxunursan dəyərsən. Allah köməyiniz olsun. Rahat dalaşa bilərsin. Burada artıq nə olmuş olacaq? Üçü də həmcins təyin olmuş olacaq. Oldu. Və yaxud da deyirəm ki, Özcan çalışqan və gecə gündüz dərs oxuyan şagirddir. Bax, burada da gördünüzmü? Çalışqan təyini sifətlə, gecə gündüz dərs oxuyan təyini isə feili sifət tərkibi ilə ifadə olundu. Yəni, məsələ nədir? Fərqli nitq hissələrlə ifadə oluna bilirlər, fərqli quruluşda sözlərlə, ifadələrlə ifadə oluna bilirlər. Anladıq mı bunu? Anladıq. Allah sizi qorusun. Sonra burada təyinlə bağlı nə deyəcəm? Nəyi qarışdırır uşaqlar? Bax, belə bir məsələ var uşaqlar. Təyinin deyəsən videosu nə idi?
toplunun testlərində belə bir şeylərlə qarşılaşmışdıq ki, çəmənlikdəki, bəlkə də yadınıza gələcək, çəmənlikdəki iri cücülər, boz pərvanələr və rəngarəng çiçəklər adama zövq verirdi. Adama zövq verən nə idi uşaqlar? Cücülər, pərvanələr, çiçəklər. Düzdür? Həmcins nə var? Bəs yaxşı, iri də təyindir, boz da təyindir, rəngarəng də təyindir. Bunlar həmcins... Bəli, olmayacaq. Əgər təyinlərin 3-ü də, 5-i də, 15-i də hamısı bir mübtədaya, bir xəbərə, bir zərfliyə aid olursa, hamısı bir şeyi təyin eləyirsə, bu olacaq həmcins. Eləmirsə, hərəsi başqa-başqa cümlə üzvlərinə aiddirsə, bu artıq həmcins təyin sayılmayacaq. Bu yadda qalsın. Çünki bununla da bağlı uşaqların nəyi var? Çaşdığı məqamlar var. Təyinlə başa düşdük? Hə. İndi təyindən başqa bir məsələ var uşaqlar. Bu da proqramdan çıxmış olsa belə qeyri-həmcins təyin deyə bir təyin növü var. Buyur. Hə, indi bir də nəfəs alsan, mən elə ora gəlirdim. Bəli. Qeyri-həmcins təyin. Baxın. Qeyri-həmcins təyin. Gözünü nətər fırlayıb baxdın, az qaldı yerindən çıxsın. Çox elə eləməyib, bala, gözünüzə çıxar. Qeyri-həmcins təyin nədir uşaqlar? Təyini təyin etməsidir. Bildinizmi? Və bununla bağlı da testlərdə qarşımıza bir şey çıxmır, amma yenə də hər ehtimala yadda saxlamaq lazımdır. Bax, məsəl üçün deyirəm ki, bayaq dediyim kimi, çəmənlikdəki rəngli güllər xoş ətir yayırdı. Deyək. Yayırdı nə? Güllər. Hansı güllər? Necə güllər? Rəngli güllər. Hansı rəngli güllər? Çəmənlikdəki. Bax, gördünüzmü? Rəngli sözü bunu ifadə eləyir, bunu təyin eləyir. Çəmənlikdəki isə bunu təyin eləyir. Bax, bu təyinlər də gördünüzsə, nə bağlayıcı ilə, nə də intonasiya ilə, vergül ilə bağlanıbdır. Bunlar artıq sayılır nə? Qeyri-həmcins təyin. Bir təyin o birisini təyin eləyir. Yox, çəmənlikdəki rəngli güllər deyirik. Birbaşa çəmənlikdəki güllər deyə bilsəydik də elə bunu burada yazardıq da. Onu çəmənlikdəki vergül, rəngli, o olsaydı başqa məsələ. Amma rəngli güllər hansı rəngli güllər? Çəmənlikdəki rəngli güllər. Bu artıq fərqli təyindir. Və yaxud da məsəl üçün sənin üçün bir dənə də cümlə yazım, Banu xanım. Uzaqdan gələn həmin qız Banudur. Banudur. Kim qız? Hansı qız? Həmin qız. Hansı həmin qız? Uzaqdan gələn. Sən uzlaşdırmağın təyinlə hər hansı bir şey arasında uzlaşma ola bilmir? Yox, o sən şeyə getdin, çıxdın. O yalnız və yalnız xəbərdə olur. Xəbərdə hər hansısa bir sözləri, tərkibdən əvvəldəki tamamlığı, zərfliyi gətirib xəbərlə uyğunlaşdırırsansa müstəqilləşir. Bunlarda elə bir şey yoxdur. Bunun arasında vergülü yoxdursa, bağlayıcı yoxdursa, demək ki, artıq qeyri-həmcins təyindir. Ya buna görə çox kafanızı yormayın. Amma yenə en azından deyirəm ki, nəyin nə olduğunu biləsiniz də. Bu, bunu təyin eləyir, bu isə bunu təyin eləyir. Ona görə qeyri-həmcins təyin sayılmış olur. Oldu? Gözəl. Sonra hansı cümlə üzvü qaldı? Tamamlıq təyin dedik. Zərflik. Zərflik. Deyirəm ki, mən həm yayda, həm də qışda üşüyürəm. Özümdən bir cümlə. Üşüyürəm kim? Mən. Nə zaman? Yayda, nə zaman? Qışda. Nə olmuş oldu uşaqlar? Tabesizlik bağlayıcısı ilə bağlanan həmcins zaman zərfliyi oldu. Ləman zəhmət olsa düz otur. Dik otur. Başını da dik saxla belə. Ay sağ ol. Bu cür necə zor oturmuşsan belə. Başa düşdünüz bunu? Və yaxud da deyirəm ki, polislər Kamili həm şəhərdə,
həm də qəsəbədə axtarırlar. Allah sən saxla. Kamil özü yoxdur burada. Axtarırlar kim? Polislər. Kimi? Kamili. Harada axtarırlar? Həm şəhərdə, həm də qəsəbədə. Nə olmuş oldu burada? Həmcins yer zərfliyi olmuş oldu. Başa düşdünüz? Və s. və ilə axirə və başqaları. Sonra keçdik nəyə? Həmcins xəbərlərə. Həmcins xəbərlər mürəkkəb cümlələrdə bəzən bizi çaşdıra bilir. Ora görə diqqət eləmək lazımdır ki, xəbərlərin hamısı bir mübtəda ilə əlaqələnsin. Nahid müəllim. Məsələn, deyirəm ki, Nahid dərslərini oxudu, testlərini neynədir? Cavablardan köçürdü. Yazdı nəyi? Testlərini. Oxudu nəyi? Dərslərini. Kim oxudu, kim yazdı? Nahid. Bir dənə mübtədası var. Bax, iki dənə işi görən bir mübtəda var. O zaman nə olmuş olacaq uşaqlar? Həmciz xəbər olacaq. Başa düşdünüz? Başqa cür nətər ola bilər? Deyirəm ki, Murad dərsə qulaq astı, amma yarıda yatdığı üçün heç nə başa düşmədi. Allah sən saxla. Baxaraq. Başa düşmədi və qulaq astı. Kim? Murad. Yerdə qalanları qoyduq bir kənara. İki feilin ikisi də kimdən bağlıdır? Muradla, yəni bir mübtəda ilə bağlıdır. Bizi bu çaşdıra bilir ki, ammadan sonra demək ki, orada artıq başqa bir cümlədir, mürəkkəb cümlə ola bilər. Deyil yəni. Miranə. Başa düşməyəndə, qulaq asanda Muraddır. Ona görə bunlar da həmciz xəbər sayılmış olacaq. Başa düşdünüz? Gözəl. Bu niyə mürəkkəb cümlədir? Bir mübtəda varsa nətər mürəkkəb cümlə ola bilər? Hansı cümlələrdə çaşa bilərsiniz? Bəzi mürəkkəb cümlələri var ki, onlarda da iki xəbər bir mübtəda ilə əlaqələnir. Məsəl üçün deyirəm ki, o oxusa anlayar. Oxusa kim? O. Anlayar kim? O. İkisi də bir mübtəda ilə uyğunlaşırmış kimi görünür. Amma burada bax göstərici var. Sa nədir? Şərt şəkilçisi. Nin şəkilçisi. Və yaxud da isə ola bilər. İsə hissəciyi. Fərqi yoxdur. Bunlar varsa, tabellik bağlayıcısı varsa, bu artıq olacaq tabeli mürəkkəb cümlə. İkisi bir xəbərlə uyğunlaşsa da. Əsas siz bu göstəricilərə diqqət edin. Onlar yoxdursa və xəbərlər bir mübtəda ilə əlaqələnibsə, bu artıq istisnasız şəkildə nə olacaq? Sadə, həmciz xəbərli sadə cümlə olacaq. Anladıq uşaqlar? Məncə anladınız. Yəni, deyir susmaq razılıq əlamətidir. Yaxşı, keçdik, getdik nəyə? Həmciz sözlərlə bağlı Nigar xanım, sualınız qaldı? Arada yuxuya gedirsiniz, normal bir şeydir. Hüseyin, var mı sualın? Hüseyin də ayıldı. Gözəl. İsmail. İsmail yuxu zat görür. Nəyə baxırsan? İsmailə baxırsan? Dik otur, əlini çək sifətindən. Keçdik uşaqlar. Həmcins üzvlərdə ixtisarlar. Nədir ixtisarlar? İxtisarlarla bağlı bir ara danışmışdıq sizlə. Sözlərdə bir şəkilçilərin ixtisarı və yaxud da cümlələrdə sözlərin də ixtisarı ola bilir. İxtisarlar hər hansısa bir norma pozuntusu sayılmır. Sadəcə hər hansı bir səviyyədə göstərici sayılır. Deyək ki, ixtisarlar. Məsəl üçün deyirəm ki, mən xaricdən dost və qohumlarıma hədiyyə almadım. Aldım deyəsin, amma almadım. Yəni, niyə allam ki? Baxırıq, almadım kim? Mən. Kimə? Dostlarıma, kimə? Qohumlarıma. Bax, bu ixtisarlar sinonimlər kimi bəzən hədsiz təkrarların qarşısını alır. Dost və qohumlarıma deyirəmsə, demək ki, bu artıq kimə sualına cavab verən həmciz tamamlıqlardır. Bəs buradakı ixtisarı necə biləcəyik biz, uşaqlar? Həmciz üzvlərdə ən axırıncı sözdə hansı şəkilçilər varsa,
demək ki, birincidə olmayan həmən şəkilçilərdir və onlar ixtisar olunubdur. Nə olacaq? Cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, hal şəkilçisi. İxtisar bu deməkdir. Daha çox ixtisarlara biz həmci sözlərdə rast gəlmiş oluruq. Və yaxud da deyirəm ki, sən mənim qızım, bax, sən qızım, o isə oğlumdur. Elə bir ifadə yazdım. Hansı şəkilçi ixtisar olunub? Bəli, sən mənim qızımsan, o isə oğlumdur. Xəbərli şəkilçi ixtisar olunmuş oldu. Deyirəm ki, Toğrul gecə oxuyur, gündüz yatırdı. Nə ixtisar olundu? Təpən haqqı zaman. Bəli, yəni yatır idi. İdi hissəciyi ixtisar olunmuş oldu. İndi biz şəkilçilərin ixtisarını bildik. Bəzən belə bir şey də ola bilir ki, birinci cümlədə verilən xəbər olur, ikinci cümlədə olmur. Məsələn, deyirəm ki, əvvəlcə dimin testində olan, tabesi mürəkkəb cümlədə olan bir cümlədir. Əvvəlcə mavi dəniz göründü, sonra qumlu sahil. Nə ixtisar olundu? Bəli, ikinci cümlədə göründü sözü, bax artıq burada bütöv söz ixtisar olunubdur. Bəzən belə də ola bilir. Yəni, sadəcə şəkilçilər ixtisar olunur, söhbəti yoxdur. Oldu? Nələr ixtisar oluna bilmir uşaqlar? Təsriflənməyən feillərin şəkilçiləri və təsriflənən feillərin şəkilçiləri ixtisar olunmur. Oldu mu? Hal şəkilçilərdir, cəm şəkilçidir, mənsubiyyət şəkilçidir, hissəciklərdir, xəbərli şəkilçilərdir. Bunlar hamısı ixtisar oluna bilir. Amma təsriflənən və təsriflənməyən feillərin şəkilçiləri, yəni zamandır, vacib şəkildir, lazım şəkildir, feili sifət, məsdər, bunların heç birində ixtisarlar baş vermir. Bunu da yadda saxlayın, çünki bununla bağlı bir dənə nəzəriyyə sualı var. Hansı şəkilçilər ixtisar olunur, hansılar olunmur? Anladınız uşaqlar, ixtisarlar nədir? Allah sizi qorusun. Gözəl. Dayandıraq onu, özdən mənim zəhmət olmasa.